Salam müəllimlər, bu gün idrak taksonomiyasına aid sual nümunələrinə baxırıq. Keçid edək birinci sualımıza. Biologiya dərsində şagird mətn oxuyarkən bəzi canlıların həm bitki, həm də heyvan xüsusiyyətlərinə malik olduğunu öyrənir. O, bu məlumatı əvvəlki dərsdə öyrəndiyi bitki və heyvan hüceyrələrinin quruluşu ilə əlaqələndirir və bu canlının təsnifatında niyə xüsusi qrupda yerləşdiyi barədə şəxsi nəticə çıxardır. Şagirdin bu fəaliyyəti idrak taksonomiyasının hansı mərhələsinə uyğundur? Variantları təhlil edək. A variantı xatırlamaq. Cavabımız deyil, çünki xatırlamaq əzbər biliklərə əsaslanır, yəni deklarativ biliklərə əsaslanır. B variantı anlamaq doğru cavabdır. Nə üçün? Çünki burada şagird həm də heyvan xüsusiyyətlərinə malik olduğunu öyrənir və o bu məlumatı əvvəlki dərslə öyrəndiyi bitki və heyvan hüceyrələrinin quruluşu ilə əlaqələndirir. Yəni, şagird öyrəndiyini əvvəlki dərslə əlaqələndirə bildiyinə görə, nəticə çıxarda bildiyinə görə anlamağa aiddir. C variantı tətbiq etmək cavabımız deyil, çünki şagird öyrəndiyi bilikləri hər hansı bir tapşırıq və s. vasitəsilə tətbiq etmir. D variantı dəyərləndirmək cavabımız deyil, çünki şagirdin şəxsi yanaşması, mühakiməsi yoxdur. E variantı yaratmaq deyil, çünki şagird müəyyən bir yeni təkliflər planı, yeni bir iş ortaya qoymur. Buna görə də doğru cavabımız olacaq elə B variantı anlamaq. Keçid edək ikinci sualımıza. İkinci sual tipi ən çox qarşıdırılan sual tiplərindən biridir. Şagird internetdə qlobal istiləşmənin fəsadları haqqında araşdırma apararkən iki fərqli alimin məqaləsinə rast gəlir. Birinci alim problemin tamamilə insan amili ilə bağlı olduğunu, ikinci alim isə bunun planetin təbii dövranı olduğunu iddia edir. Şagird hər iki məqalədəki arqumentin güclü və zəif tərəflərini, gətirilən sübutların etibarını yoxlayaraq hansı müəllifin mövqeyinin daha əsaslı olduğu qənaətinə gəlir. Şagirdin bu fəaliyyəti idrak taksonomiyasında hansı mərhələsinə uyğundur? Variantları təhlil edək. A variantı anlamaq cavabımız deyil, çünki anlamaq taksonomiyanın sadə mərhələlərindən birinə aiddir. Anlamaqda şagird oxuduqlarından nəticə çıxarda, öz sözlərindən ifadə edə bilər. B variantı tətbiq etmək deyil, çünki şagird öyrəndiyi, oxuduğu hər hansı bir tapşırığı icra etmir. C variantı təhlil etmək cavabımızdır, çünki burada şagird iki fərqli alimin məqaləsinə rast gəlir və birinci alim problemin tamamilə insan amili ilə olduğunu, ikinci alim isə bunun planetin təbii dövranı olduğunu iddia edir. Yəni, şagird nə edir? Hər iki məqalədəki arqumentlərin güclü və zəif tərəflərinə baxır, gətirilən sübutların etibarını yoxlayır, hansı müəllifin mövqeyi daha əsaslıdır, onun qənaətinə gəlir. Yəni, bir növ şagird məlumatlar arasında analiz edir, təhlil edir, ən yaxşısını ortaya çıxardır. Təhlil etməkdə də hadisələrdən biri öndə olur. Yəni, biri digərindən əsasən öndə olur. D variantı dəyərləndirmək cavabımız deyil, çünki burada şagirdin öz şəxsi yanaşması, mühakiməsi yox, müəlliflərin şəxsi yanaşmalarını, mühakimələrini müqayisə edir. E variantı yaratmaq deyil, çünki şagird burada yeni bir iş ortaya qoymur.